Salam əziz şagirdlər, xoş gördük hər birinizi. FM Akademinin tarix müəllimi Faiq Hüseynov. Sizə izah etmək istədiyim mövzu Azərbaycan tarixi sınav 3 dediyimiz testi. Bu suallar 19-cu əsrin əvvəlindən 20-ci əsrin ortalarına qədər əhatə edəcəm. Şagirdlərimiz üçün tədris mərkəzində keçirdiyimiz sınavdır. Onun izahını həm sizə, həm də şagirdlərimiz üçün YouTube kanalımızda yerləşdiririk. Və sizdən ricamız bizim YouTube kanalının video rəy bölümündə zəhmət olmasa fikirlərinizi və təkliflərinizi yazın. Həmçinin bəyənin və paylaşın. İndi isə birinci suala baxırıq. Birinci sualda 19-cu əsrin birinci yarısında Şimali Azərbaycana köçürülməyə başlanıldı. Yəni 19-cu əsrin birinci yarısında söhbət Şimali Azərbaycana gedir. Kimlər köçürülür? Təriqətçi və bidətçilər 1830-cu ildə, bir də almanlar 1818-ci ildə. Cavab 1 və 2-dir. Neft sənayesində iltizam sisteminin ləğv olunmasının nəticəsi. Ləğv olunma 1872-dir. Yəni hadisələrə biz 1872-ci ildən sonraya baxmalıyıq. Neft sənayesində sürətlə inkişaf etməyə, bəli, iltizam sistemi ləğvi neft sənayesinin inkişafında əsas amillərdən biridir. Qalması isə ən böyük mane olan amil idi. Deməli, A bəndə doğru variantdır. Sürətli inkişafına nail olundu. Balaxanı neft mədənlərində məcburi əməyin olması, bax, ləğvi deyir. Balaxanda neft mədənlərində kəndlilərin məcburi əməyinin ləğvi 1864-dür. Yəni, bu hadisə 72-ci ildən sonraya aid ola bilməz. Ona görə cavab B bəndidir. C bəndi. Təbii ki, bir hissəsi torpaqların, söhbət neftli torpaqlardan gedir. Azərbaycanlı kapitalistlərin əlinə keçir. İltizam sistemi ləğvindən sonra neftli torpaqlar hərrac yoluna satılmağa başlanılır və kapital axını bildiyiniz kimi neft sənayesinə deməli axını baş verir. Neft sənayesinə kapital axını. Bu hadisələrin hamısı, yəni burada biz diqqət edəsək, A bəndi, C bəndi, D bəndi, E bəndi, hamısı iltizam sisteminin inkişafına aid. Yəni bunu siz öyrənə də bilərsiniz. Yadda saxlayın ki, növbəti testlərdə sizin üçün asan da olsun. İkinci Rus-Qacar müharibəsi dövrünə aiddir. Yəni 1826-dan 28-ə kimi. 28-ə kimi. Səlim xanın Şəkidə üsyanı 1806-dır. Qarabağ döyüşü 1809-dur. Bakı xanlığında komendantlığın yaradılması 1806-dır. Rus qoşunları Urmiyanı və Ərdəbili ələ keçirməsi, bu artıq bilirsiniz ki 28-dir. Cavab B bəndidir. Qubada Əyalət Şurası 1810-cu ildir. Olmaz. Difai partiyasına aid fikirlərdən biri yanlışdır. Mərkəzi komitə Bakıda yerləşirdi. Doğrudur. Məmməd Əmin Rəsulzadə 1913-cü ildə partiyanın lideri Xeyr 9-da dayandırılmışdı fəaliyyət. Olmaz. Mətbuat orqanı İrşad idi. Doğrudur. Əhməd bəy Ağayev tərəfindən əsası qoyulmuşdur. Bu da doğrudur. Erməni qırğınlarından qorunmaq məqsədilə yaradılmışdı. Bu da doğrudur. Cavab burada B bəndidir. Cənubi Qafqaz Komissarlığı və Cənubi Qafqaz Seymi üçün oxşar cəhət. Bax, bu çox vaxtı sizin qarşılaşacağınız suallardan biridir. Hər ikisi öz fəaliyyətinə başladığı ilk gündən Osmanlı dövləti ilə sülh danışıqlarına başlamışdı. Bir var. Bakı xalq komissarlarla müqavilə imzalaması. Xeyr, onlarla əks mövqedə idi. Çünki Bakı şəhəri, yəni xalq komissarların əlində idi. Anti-Azərbaycan qüvvələrinin əlində idi. Bir də ki, Bakı şəhərinin səlahiyyətlərinin kənarda qalması. Yəni, həm Cənubi Qafqaz Komissarlığı, həm də Seymin verdiyi qərarlar Bakı şəhərində keçərli deyildi. Çünki xalq komissarları Seymin və komissarlığın fəaliyyətini tanımırdı. Cavab 1-də 3 var. Birinci Dünya Müharibəsi illərində yaranması. Bəli, Birinci Dünya Müharibəsi 1914, bir də ki 1918-in noyabrına kimidirsə, deməli, Seym yaranır 18-in fevralında, doğrudur, yəni düşür Birinci Dünya Müharibəsi dövrünə. Qafqaz Komissarlığı da 17-nin noyabrındadır. Burada cavab 1, 3, 4-dür. Yadda saxlayın. Sonra
Azərbaycan Xalq Cümhuriyyətinin 1919-un yayında ölkənin təhlükəsizliyini təmin etmək üçün, yay deyirsə, yayında, yəni iyun 16-sında Gürcüstanla müqavilə bağlı. Əlahiddə Azərbaycan korpusu 18-in 26 iyununda yaradılır. Bu olmaz. Qarabağda general qubernatorluğunu təsis etmək haqqında qərar. Bu 19-un yanvarıdır. Olmaz. Batumda sülh müqaviləsi 18-in 4 iyunudur. Olmaz. İndi baxaq. Cavab D bəndidir. 19-un yayı, yəni 16 iyundur. Naxçıvan general qubernatorluğu isə 19-un fevralıdır. Avtomatik cavab elə D bəndidir. Cənubi Azərbaycanın 1-ci Dünya Müharibəsi dövrü tarixinə aid, yəni 1914-dən 18-ci illər arasında Cənubi Azərbaycanda deməli hansı hadisə baş verməyib? Gəlin baxalım. Şeyx Məhəmməd Xiyabaninin başçılığı milli hökumət 1920-ci ilin 23 iyunu. Cavab elə A bəndidir. Bu zaman 1-ci Dünya Müharibəsi artıq bitmişdi. 2 il olaraq bitmişdi. Yəni bizə istəyir ki, hadisə 1-ci Dünya Müharibəsi dövründə olsun. Rus ordusu Təbrizi tutmuşdur, bəli. Tutub 1-ci Dünya Müharibəsi dövründə. Milli Azadlıq hərəkatı başlamışdır. Bu da var. İllər 17-dir ikisində də. Urmiya bəlası 18 martıdır. Müharibə aparan dövlətlərin döyüş meydanına, bəli, Rusiyanın və Osmanlının döyüş meydanına çevrilmişdir. Cavab A bəndidir. Şimali Azərbaycanda daha əvvəl olmuşdur. Tağıyevin toxuculuq fabrikinin işə düşməsi 1901. Neft sənayesində ilk insahar birliyinin yaranması 1893. Buxar nasosları ilə işləyən neft kəməri 1878. Buruq üsulu ilə neft quyusunu 1848. 48-də. İlk ağ neft emalı 59-dur. Cavab burada D bəndidir. Həyatda saxlayırsanız. Deməli, növbəti sualımıza baxırıq. Növbəti sualımız belədir. 19-cu əsrin 30-50-ci illərində Azərbaycan iqtisadiyyatına aiddir. Əfəndilər, bu suallar, yəni deyim sizə ki, çox qəbula düşən suallardır. Ondan diqqətli olun burada suallardan. Biz sualları böyüdəyin ki, sizə rahat görəsiniz. Deməli, baxırıq. 19-cu əsrin 30-50-ci illərindən deyir. Neftin çıxarılmasında kəndlilərin məcburi əməyindən istifadə olunur. Bəli, 1864-ə qədər kəndlilərin məcburi əməyindən istifadə olunur. Cavabda mütləq 1 var. 1 varsa B bəndini, C bəndini, E bəndini biz həmən çıxırıq ki, digər suallara baxanda bizim çaşdırmasın. Bundan həmişə istifadə edin. Kəndlilərin üzərinə hərbi vergi 1887-dir. Olmaz. Neft mədənlərində kəndlilərin icbari əməyinin ləğv edilməsi 1864-dür. Olmaz. Neft sənayesində iltizam sisteminin mövcud. Bəli, neft sənayesi 1872-yə kimi mövcud olmuşdur. Deməli, nə deyirik? 30-50-ci illərdə kəndlilərin əməyindən məcburi istifadə olunurdu. Bir də ki, iltizam sistemi var idi. Cavab A bəndidir. Neftli torpaqların hərrac yolu ilə xüsusi adamlara satılmağa başlanması bu 1872-dən sonradır. Ona görə cavab 5 də olmaz. Azərbaycan SSR-nin 20-ci yüzilliyin 20-30-cu illərində həyata keçirilən mədəni tədbirlərindən deyil. Yəni, Bakıda Şərqin ilk konseri 20-ci il, Savadsızla mübarizə 23, 1-ci Türkiyoloji Qurultayı 26, 30-cu ildə 1935-də Azərbaycan Elmlər Akademiyasının, yəni Sovet SSR Elmlər Akademiyasının Azərbaycan filialı 35-də yaranır. Bakı Sabunçu Elektrik Dəmir Yolu isə bu mədəni tədbir deyil, sosial-iqtisadi tədbirdir, 26-dadır. Cavab D bəndidir. Daha sonra, yəni ən gec baş vermiş hadisə. Göyçay yaxınlığında döyüş 1918 27 iyunundan 1 iyuluna kimi. Deməli 18-in 27 iyunundan
1 iyuluna kimi. Bakı Xalq Komissarlarının yaranması 1918-in 25 apreli. Daha sonra baxaq da ən gec olan hansıdır? Bu iyunda olub, bu apreldə olub. AXC hökumətinin Tiflisdən Gəncəyə köçməsi 16 iyun 1918. Parlamentin yaradılması 1918 7 dekabr. Erzincan barışığı 1917-ci ildə. Burada Erzincan barışığı 1917 5 dekabrdır. Ən gec baş verən, bunların içərisində ən sonra baş verən Deybəndidir. 1918-in 7 dekabrı. Aha, bir daha deyirəm, yadda saxlayın. Erzincan barışığı 1917-nin 5 dekabrıdır. AXC hökumətinin Tiflisdən Gəncəyə köçməsi 1918-in 16 iyunudur. Bakı Xalq Komissarlarının yaranması 1918 25 apreldir. Göyçay yaxınlığında döyüş 1918-27 iyundan 1 iyula kimi davam etmişdi. Ardıcıllığı müəyyən eləyəyin, zəhmət olmasa baxın. Vətəndaşlıq haqqında qanunun qəbul edilməsi. Bunu yazacağam sizə. 19-un 11 avqustu. Türk dilinin dövlət dili olması. Bu söhbət 18-dən gedir. 18-ci ilin 27 iyunu. Parlamentin fəaliyyətə başlaması dedik 7 dekabrdır. 1918 7 dekabr. Məktəblərin milliləşdirilməsi haqqında qərar 18-in 28 avqustu. İndi biz bilməliyik ki, AXC dövründə yalnız təhsil sahəsi milliləşdirilib. Qalan variantlar uyğun deyil. Ardıcıllığa baxsaq, biləcəyik ki, Türk dilinin dövlət dili olması. Bu birinci 2 olmalıdır. 2. Yəni 1918-in 27 iyunundan sonra. İkinci olacaq 4. Yəni ki, məktəblərin milliləşdirilməsi 18-in 28 avqustu. 3 olacaq 1918-in 7 dekabrı. Sonda da 1919-un 11 avqustu 1. Yəni cavab 2, 4, 3, 1-dir. Növbəti sualımıza baxırıq. Deməli, diqqət edəcəyik. Nəyə? Əfəndim, zəhmət olmasa səbirli olalım. İlk sualımız, daha doğrusu 13-cü sualımız. Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi tədbirlərindən. Sosial-iqtisadi tədbir. İranla dostluq haqqında müqavilə bu xarici siyasətlə bağlıdır. Müəllim kadrların hazırlanması üçün qısa müddətdə kurslar bu mədəni tədbirdir. Dövlət Bankının fəaliyyətə başlaması iqtisadidir. Bu var. Qaçqın problemlərlə məşğul olan Himayədarlıq Nazirliyi bu dövlət quruculuğudur. Qiymətli metalların xaricə daşınmasının qarşısı alınması isə var. Deməli cavab 3, 5-dir. 20-ci əsrin 20-ci illərin əvvəllərində, yəni 1921, 22, 23, bax belə. Bu illərdə baş vermiş hadisəni götürməliyik. SSR-nin bir çox bölgələrdə baş vermiş, Azərbaycan SSR-nin bir çox bölgələrində baş vermiş üsyanının səbəbi. Yəni 20-ci ilin əvvəlində nə ola bilər? Bilirsiniz ki, Xalq Cümhuriyyətini SSR tərəfindən, yəni SSR demək, Sovet Rusiyası tərəfindən işğalı və o işğala qarşı mübarizə idi. Yəni Qarabağda, Gəncədə bilirsiniz ki, hərbçilər üsyan etmişdi. Yəni qaldı ki, Zaqatalada, Şəmkirdə, Lənkəranda isə dinc əhalinin üsyanları idi. Nəyə qarşı üsyan idi? Sovet rejimi və Bolşevik özbaşınalığına qarşı idi. Amma desəydi 20-ci əsrin 20-ci illərin deməli ikinci yarısı təbii ki, bu B bəndi olacaqdı. Cavab burada isə A bəndidir. Eyni ildə baş vermişdir. Birinci Türkiyoloji Qurultay. Biz belə eləyək, sizin üçün daha uyğun olsun. Aha. Eyni ildə baş vermişdir. Birinci Türkiyoloji Qurultay 1926. Bunun qarşısına bir dənə 26 yazaq, əfəndlər. Azərbaycanı öyrənən cəmiyyət 1923. Dövlət Kino Teatrının yaradılması
Kino İdarəsinin yaradılması 26. Koroğlu operasının 37. İndi burada hansı olar? 1, 3. Yeni iqtisadi siyasətin nəticələrinə aid deyil. Kənd təsərrüfatı və sənayenin dirçəlməsi. Ümumiyyətlə, yeni iqtisadi siyasət təbii ki, iqtisadiyyatın inkişafına baş vermişdir. Yəni, iqtisadi inkişafa nail olunması üçün, iqtisadiyyatda canlanmanın baş verməsi üçün deməli, Sovet rejimində bir sıra güzəştlər edildi ki, hərbi kommunizm dövründə dağıdılmış təsərrüfat yenidən bərpa edilsin. Yəni, aiddir bu. Aid olmayanı tapmalıyıq. Maliyyə sahəsində böhranlı vəziyyət aradan qaldırıldı. Doğrudur. Ticarətin inkişafı var. Kənddə sosial təbəqələşmə, yəni təbii ki, bu da var. Qəribə gəlməsin sizə. Yəni, yeni iqtisadi siyasət nəticəsində ticarət azadlığı verilmişdi. Və bu isə təbii ki, çox çalışan çox qazanırdı və fərq yaranırdı kəndlər arasında. Neft sənayesinin diqqət mərkəzindən kənarda qalmamışdı. Elə yeni iqtisadi siyasət dövründə ən əsas diqqət ayrılan sahə, yeni iqtisadi siyasət dövründə əsas diqqət ayrılan sahə neft sənayesi idi. Amma burada yazır kənarda qalmışdı. Yanlışdır. Cavab E bəndidir. Aydındır, əfəndilər. Növbəti sualımız. Biraz da qəşəngcə böyüdək, siz də yaxşı, rahat görə biləsiniz. Aha. Deməli, növbəti sualımız belədir. Sənayeləşdirmə nəticəsində Azərbaycan SSR çox sadə sual, amma çox vaxt düşür. Elə A bəndən diqqət eləyək. Aqrar ölkədən təbii ki, sənayeləşdirmə dövrü 25-də başlayır. Yəni 25-ə qədər Azərbaycan aqrar ölkə idi. Sənayeləşdirmə başlandıqdan sonra nə baş verəcək? Ölkə aqrar ölkədən aqrar sənaye ölkəsinə çevriləcək. İqtisadi sahədə uğurlar qazandı. Baxaq. Xeyr. İnkişaf etmiş sənaye ölkəsinə. Xeyr. Fərdi istehsal təsərrüfatının tamamilə ləğv edildi. Xeyr. Sənayenin inkişafına görə SSR-də birinci yerə çıxdı. Bu da xeyr, olmaz. Ardıcıllığı müəyyən eləyəcəyik. Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbul edilməsi 1921. 21 yazarıq qabağına. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması. Bu 24-dür. 4 yazılmır. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması 23-dür. Qafqasiya Federativ Sosial Respublikasının yaradılması 22-dir. Deməli, birinci olacaq burada 1. 1-dən sonra olacaq 4. 4-dən sonra olacaq 3. 3-dən sonra da 2-dir. Yəni, bunu 2-ni də rahat yazdım sizin üçün. Bunu pozuruq. Buradan yazırıq. 23-i. Başqa nə belə yazırıq? Hə. Burada da olsun cavab nə? 2. 1, 4, 3, 2. Xronoloji ardıcıllığı yenə müəyyən eləyək. Cənubi Qafqaz Seyminin yaradılması 1918 11 fevral. Xüsusi Cənubi Qafqaz Komitəsi. Yəni, yadda saxlamaq lazımdır. Fevral inqilabından sonra 1917-nin fevralında Çar 2-ci Nikolay devrildikdən sonra Cənubi Qafqazı idarə etmək üçün ilk yaradılmış qurum xüsusi Cənubi Qafqaz Komitəsidir. Bu, yəni təbii ki, 17-nin 9 martı, bəzən 11 mart götürürlər bəzi kitablarda. Cənubi Qafqaz Komissarlığının yaradılması. İkinci, bu da 17-nin 15 noyabrı. Gürcüstan öz müstəqilliyini deməli 18-in 26 mayında. İlk burada hansı olmalıdır? İlk birinci olacaq 2. Yəni 1917-nin 9 martı. Xüsusi Cənubi Qafqaz Komitəsinin yaradılması. İkinci nə olacaq? İkinci yaradılacaq Cənubi Qafqaz Komissarlığı 17-nin 15 noyabrında. 3. Sonra üçüncü olacaq Cənubi Qafqaz Seyminin yaradılması 1918-in fevralıdır. 1. Sonuncu olacaq
Gürcüstan 1918-26 mayında özünün müstəqil elan olması 4. Qoy bunu da biraz çəkək geriyə. Olacaq deməli 15 noyabr. 2, 3, 1, 4 cavabdır. Çox maraqlı suallardan biri budur ki, Gəncə dövrü, Bakı dövrü maraqlı sualdır. Batum müqaviləsinin imzalanması. Batum müqaviləsi Tiflis dövrünə aiddir. Olmaz. Milli ordunun yaradılması 18-in 26 iyunu Gəncə dövrü 2-ci hökumət kabinetinə aiddir. Cavab 1-ə B-dir. Bakı xalq komissarlarının yaradılması qətiyyən nə Bakı dövrünə düşür, nə Gəncə dövrünə düşür. Bu Tiflis dövrüdür. Təbii ki, anti-Azərbaycan qüvvəsidir. Bakı bonu adlı pul vahidinin yaradılması. Bakı bonu adlı pul vahidi sentyabrındadır. Bakı dövrünə düşür. D bəndidir. Ümumiyyətlə bu E bəndi biraz texniki səhv olub. Neft sənaye, buradan belə ayırırıq. Neft sənayesinin milliləşdirilməsi yadda saxlayırsınız, Xalq Cümhuriyyəti təhsil sahəsindən başqa, məktəblərin milliləşdirilməsindən başqa heç bir sahəni dövlətin balansına keçirməmişdir. 20-ci sualımız isə belədir. Uyğunluğu müəyyən edin. Azərbaycan Xalq Cümhuriyyəti Gəncə dövrü, bir də ki, Bakı dövrü. Batum müqaviləsi Tiflis dövründə olur. Olmaz. Milli ordu, Batum müqaviləsini bir daha xatırladaq. 1918 4 iyundur, Tiflis dövrünə düşür. Milli ordunun yaradılması 18-26 iyundur. Bu Gəncə dövrünə aiddir. 1-ə B bəndidir. Xalq komissarlarının yaradılması nə Gəncə, nə Bakı dövrünə düşmür. Bakı bonu adlı pul vahidinin dövrəyə buraxılması 18-in sentyabrda Bakı dövrüdür. Cavab 2-ə D bəndidir. D bəndidir. Neft sənayesinin milliləşdirilməsi isə heç bir zaman AXC dövründə yadda saxlayırsınız. Məktəblərin milliləşdirilməsindən başqa heç bir sahəni dövlətin balansına keçirilməmişdir. Yəni neft sənayesinin milliləşdirilməsi AXC dövründə olmayıb. Bu Sovet dövründə olmuşdu və yaxud da Bakı Xalq Komissarlar dövründə olmuşdu. Yadda saxlayarsınız. Trabzon konfransında Osmanlı dövlətinin Seymin qarşısında qoyduğu əsas tələb nədir? Seyim Cənubi Qafqazın müstəqilliyini elan etməsi idi. Yəni özünün çar deməli ümumiyyətlə Rusiyadan ayrıldığını, o zaman çar hakimiyyəti yox idi artıq. Rusiyadan ayrıldığını və müstəqil etdiyini elan etdikdən sonra bəzi güzəştlər edə bilərdi. Yəni Osmanlı dövləti ilk olaraq Trabzon konfransında Seymin qarşısında qoyduğu şərt bax buydu. 18-in mayında Şimali Azərbaycanda, 20-nin iyununda təbii ki, milli hökumətin yaranmasıdır. Bax bu sual ikinci qruplara mütləq düşə bilər. Da saxlayırsınız, çox rahatdır, amma biraz düşüncəli sualdır. Cənubi Qafqaz Seymi fəaliyyətə başladı. Osmanlı dövləti ilə sülh danışıqlarının müzakirəsi ilə A bəndidir. Kəndlilərin müxtəlif zümrələri mülkədar tabesi adlanırdı. Bu, da saxlayırsınız ki, mülkədar tabesi deyilsə, 46-nın 6 dekabrında qəbul edilmiş reskriptlədir. E bəndidir. 1847-ci ildə kəndli əsasnaməsinə görə sahibkar, varlı kəndlilər üzərində xeyir, dövlət kəndlərindən söhbət getmir, burada sahibkar kəndlərindən söhbət gedir. Mülkədar tabesi deyirsə 46-dır. Deməli, D ilə E bəndinə baxaq indi. Aha. Öz diqqətlə belə qoyaq ki, siz də rahat görəsiniz. Deməli, öz kəndliləri üzərində polis və məhkəmə hüquqları aldılar. Doğrudur. Yadda saxlayırsınız, 46-cı ildə 6 dekabr reskriptinə görə kəndlilər üzərində bəy və ağalara məhkəmə, polis və inzibati hüquqlar verildi. 47-də də bu hüquqlar yenidən saxlanıldı. Evənədə olmaz. Torpaq üzərində hüquqları tanınsa da, kəndlilər üzərində hüquqların xeyr, yanlışdır. İndi isə belə baxırıq, deməli, bunu bir axşıca böyüdək ki, siz də rahat görəsiniz.
Deməli 26-cı sualda belədir. Ardıcıllığı tapmalıyıq. Tapaq. Gürcüstanla hərbi müdafiə müqaviləsi 1919-un bax 19-un 16 iyunu. 16 iyun. Bunu elə yazaq ki, sizə də başa düşəsiniz. 1919 16 iyun. Azərbaycan-İran dostluq müqaviləsinin bağlanması 21 yox, 21 martı. Azərbaycan Osmanlı hərbi qüvvələrinin Bakını azad etməsi 15 sentyabr. Söhbət 18-dən gedir. 18-ci il. Parlament işə düşməsi isə 18-7 dekabrdır. Hə, burada ardıcıllığa baxsaq, ardıcıllığı deyim sizə, ardıcıllıq belədir. Bunu biz buradan yer eləyirik. Deməli, burada birinci olacaq hansı? Deməli, burada olacaq 3. Çünki 1918-in 15 sentyabrında Bakı azad olunur. Sonra olacaq 4. Sonra olacaq deməli 1, 19-un 16 iyunu. Sonra olacaq 2, 21-ci il. 3, 4, 1, 2. Lap bunu qəşəngcə silərək sizin üçün bunu yazaq. Şifahi bir daha deyim sizə, yadınızda qalsın. İlk olaraq Azərbaycan Osmanlı qüvvələri Bakını azad eləyir 1918-in 15 sentyabrın. Sonra 7 dekabrında parlament işə düşür 4. Sonra 1919-un 16 iyununda hərbi Gürcüstanla müqavilə bağlanır 1. Sonra olur Azərbaycan-İranla dostluq müqaviləsi 20-ci il 21 martı. Yəni 3, 4, 1, 2. Azərbaycanda sənayeləşmə dövründə üstünlük verilmiş əsas sənaye sahələri burada 2-dir və 3-dür. Deməli ki, 3 isə cavab C bəndidir. 12-13-cü ildə aqrar qanunları nəticəsində təbii ki, feodal asılı münasibətlər tamamilə son qoyulur. Feodal asılı münasibətlər, yəni feodal qaydaların ləğvi isə kapitalizmə yol açır. Nəticədə kapitalizm gəlirsə, nə olur? Təbii ki, ticarət də, iqtisadiyyat da inkişaf edəcək. Yəni, burada cavab B bəndidir. Kapitalizmin inkişafı sürətləndi. 19-cu əsrin 30-cu illərdə baş vermiş üsyanların siyasi səbəbləri. Söhbət 1830-cu ildən gedir. Komendant idarə üsuluna qarşı deməli üsyanlardan gedir. Burada milli və dini zülm, köçürmə deyirsə, sosial səbəbdir. Vergi və mükəlləfiyyət deyirsə, iqtisadi səbəbdir. Ərazini çıxırıq. Komendant idarə üsulu və çar məmurlarının öz başlanğıc idarə üsulu deyir. Cavab D bəndidir, siyasi səbəbdir. Şey bənd olmur. Edelweiss adlanırdı. Yəni Edelweiss planı Almaniyaya məxsusdur. İkinci Dünya müharibəsi dövründə Almaniyanın Qafqaza hücum planı. Cavab C bəndidir. Təşəkkür edirəm əziz şagirdlər. Deməli, zəhmət olmasa bəyənin və rəylərinizi bir daha fikirlərinizi bildirməyiniz bizim üçün önəmlidir. Çox sağ olun, təşəkkür edirəm diqqətinizə görə.